Vaxtınız xeyir olsun. Bir günlərdə Bərdəlanın Lək kəndindəyik. Buradan da Lək kəndinin cəmaatını salamlayıram. Lək kəndində 2 otaq, 1 zal, mətbəx, hamam və samizələrlə ibarət. Evimiz tam təmirli ev, saça çıxdı. Bura evimizi çöl hissəsidir. Bura evimizin qonaq otağıdır. Onu da götürün demədim. Bu hissəsi mətbəx hissəsidir. Kuna mebelindən də təsis olunub, saçlamalı kuna mebeli burada qalacaq. Bu hissəsində bir yataq otağı var. Burası da tam təmirli vəziyyətdədir. Saç zamanı burada da rüstur, burada qalacaqdır. Bu hissəsində də ikinci yataq otağı yerləşir. Burası da tam təmirli vəziyyətdədir. Bir dənə aboy gözləyir. Ağappaq zamaskadadır. Burada da bu lüstur burada qalacaq. Hörmət tamaşaçılar, evimiz 2 otaq, 1 zal, mətbəx, hamam və samizdən ibarətdir. İndi də sizlərə həyatında olan hamam və samizəni təqdim edəcəyik. Burada da həyat yanı məhlədir. İndi də sizə qarajı və 12 metr uzunluğunda, 5 metr enində, tövləsində təqdim edəcəyik. Bu hissəsində qaraj yerləşir. Tam təmirli vəziyyətdədir burada. Bu hissəsində 5 metr enində, 12 metr boyunda tövlə yerləşir. Alan şəxslər burada mal, heyvan saxlaya bilər. Burada da hamam samizən yerləşir. Tam təmirli vəziyyətdədir. Bu hissəsi sanitar qovşaqdır, tam təmirlidir. Bu hissəsində də hamam yerləşir. Hamam manasından da təsis olunur. Bir daha təkrar edirəm. Evimiz 2 otaq, 1 zal, mətbəx, hamam və samizdən ibarətdir. Qapısında 12 metr uzunluğunda, 5 metr enində tövləsi də mövcuddur. Bir də maşın qarajı tam təmirli vəziyyətdə var. Evimizin ərazisi 8 tot torpaqda yerləşir. Evimizin qazı, işığı, suyu, Wi-Fi də belə mövcuddur. Evimizin satış qiyməti razılaşma yolu ilədir. Allah alana da, satana da xeyir versin. Sizlərlə mən idim, Baba Maklir. Sağ olun, gələn görüşlərdir.